Görün biz niye Vehhab olmamışıq? Bəli. Biz niye Əhl-i Sünnət qardaşlardan olmuruq? Çünki bu sözlər qoymaz ki, mən gələm o tərəfə. Deyir, İslam deyir, örgət. Biz örgədirik. Deyirik, Müsəlman qardaş, sən bu Tevratı oxu. Ondan sonra öz kitabı oxu. Duruz? Bəray bu ki, görəsən düz getmişən ya yox, bu Qur'anı da oxu. Ərz elədik də bu Qur'an, Sure-i Bəqərə, ayə 246-dan 8-dən ta 251-ə kimi. Bu da Qavl-ı Məruf ayəsini oxudum da. Deyir, ağa, Həzrəti Talut sərih deyir. Bəli. Allah tərəfindən təyin oldu. Mərdum getdi, cəmaət. Bəli. Cəmaət getdilər, peyğəmbərlərinə dedilər ki, biz bilirik imamı gərək Allah təyin eləyə. Xob, ağayı möhtərəm ağa, əziz qardaş, Bəli. bəradər sunni, ağay Vəhhabi, bu sənin Quranındır da mənim tayım. Xob, bəs niyə siz Əli ibn Əbi Talibi dediniz Allahın peyğəmbərin vəzifədir? Gələ xəlifə təyin eləyə. Bəs Quranla siz qardaş müxalifsiz də. Gəlin Qur'anı qəbul eləyin. Gəlin yazdığınız kitabları qəbul eləyin. Zehni şərifinizdə var da, cələsatı əvvəlin birində 45-ci xəbəri Səhih Buxarinin əvvəldən oxuduq. Nədir? Deyir, cami-i Yəhudilər gəldilər, cəmaat-i Yəhud. Gəldilər, xəlifə-i dövmədilər, Cənab-ı xəlifə. Əl-yevm əkməltu ləkum dinəkum yetirir ki, Əli ibn Əbi Talib xulası nədir ağa? Xəlifədir. Sən bir iş gör, sabit elə ki, Qədir-i-Xumda nazil olmayıb. Ömər dedi, ruzi cümə Ərəfatda nazil olub, ya Minada nazil olub. Xob, Ömər gərək Yəhud sözünə baxmaya. Xəlifə-i Peyğəmbər də gəl, Peyğəmbər sözünə baxa. Xəlifə-i Peyğəmbər döyür, Qur'anın sözünə baxa. Aya, mənim bu sözümün işgalı hardadır? Baxın, mən bir ibarət gətirmişəm. İnşallah cəlsatı ayəndə də oxuyacağım. Mətni, rivayətin üzü ilə ayə deyir, sərih oxudum. Deyir ki, Allah fəqət xəlifə intiqab edər. Mən ibarəti oxuyum, adresini deyim. Şərh İbn Əbil Hədid, səhifəyi cildi 12-ci, səhifəyi 82. Bəli. Durust? Deyir, leysətəl xilafət min mə'uləbət din. Xilafət dinin bərnaməsi deyil. 16 ayədir, xilafət Allahdandır. Sən niyə deyirək? Sərih deyir ki, xilafət məalimi dindən deyil. Qardaş, istəyək müttəhid olaq, ya oturaq danışaq. Qardaşlıqla, mehribançılıq deyərik biz Bəli, də. bəli, mehribançılıq. Məhəbbətlə doğru həm bu cür oturaq. Deyək, ixtilaf nədəndir, toqquşma nədəndir? Mən işiyə deyirəm ki, sizin xəbəriz müsəlmanlar, əziz müsəlmanlar, öz kitablarınızdan yoxdur. Niyə sən 82-ci, ha? Bəli. 82, 82 olur da. Səfhəsində 12-ci cildində İbn Əbil Hədiddə niyə yazmışız? Xilafət din bərnaməsidir. 16 ayədir, Allahın işidir. Sən gəlib Allahın müqabilində tükan açmışsan, bunları oturaq danışaq. Fəqət hədəfimiz budur. Əziz müsəlmanlar, əziz qardaşlar, innəməl müminunə ixvə, gəlin, əyləşin, 5 dəqiqə görün, dərdimiz nədir? Tevrat Həzrəti Musa gətirib, çoxu da təhrif olub gedib. Sən Tevratdan yapışmışsan. Bir ibarəti, ayrı ibarətdə oxuyun, baxın. Bəl hiyə əmrun yəcri məcrəl umurud dünyəviyyə. Xilafət bu dünyəvi bir işdir. Şura təyin eləmənin tayıdır. Şəhərdə təyin eləyin. Şura təyin eləyin. Mərdumunkudur. Kətəmirül əmir. Əmir intixab eləyin. Və təvbirül hurub. Nə cür toqquşmaq bərnaməsi. Və siyasət-i rəiyyə. Nə Allaha rəbdi var deyir, nə ki, Peyğəmbərə. Pəs Həzrəti Adəm
Habili təyin elədi, pəs vəzifəsi dörmüş. Həzrəti Nuh sizin kitablarda Samı təyin elədi, benim anı xəlifə, iştib eləyib. Həzrəti İsmail'e Hazreti İbrahim Benvani xəlifə təyin elədi. Bunlar iştibahmışlar, qələt imiş. Pəs bənabərin sözümü yetirə bildim. Bizim gilayəmiz hala hansı ibarətlə deyim bilmirəm. Bizim nigarançılığımız. Nigarançılığımız budur ki, niyə əziz qardaşlar öz kitablarını oxumurlar? Niyə mətn-i Qur'anı oxumurlar? Niyə Tevratı oxumurlar? Öz yazdıqları nə qədir qəbul eləsələr, biz onlardan çox qəbul edirik. Öz yazdıqlarını qəbul eləmirlər. Bu böyük bir musibət olub bizə. Bəli. Bənabərin ərzim burada tamam olur. Bərnamə qutuldu. Əgər Əli ibn Əbi Talibə qudrət vermədilər, bavucudu ki, Peyğəmbərin gözünün işığı idi, əmisi oğlu idi, damadı idi. Hey demişdi, ağa, mənim xəlifəm budur, illəti budur. Tevratda, Təvarix-i Əyyamda, 22-ci babda, 6-cı ayədə Kəbul Əhbar Yəhudi sünnülər yazıb. Getdi Ömərə dedi ki, Tevrat deyir, Əliyə qudrət vermə, Ömər də vermədi. Harda deyir? Şərh İbn Əbil Hədidin 12-ci cildi, 82-ci, ha? Bəli. 82. Bəli. 82 səhifəsində. Bəli. Baxın, ağay Yəhudi deyir ki, Ömər Tevrat deyib Əliyə qudrət vermə, Ömər də vermədi. Biz deyirik, Ömər gərək Qur'ana baxaydı, nə Tevrata ərzim qutuldu.